Bir futbol oyununda 100'den çok gol vurulması mümkündür mü? İlk bakışta bu qeyri-real görünür. Adeten yüksek hesaplı oyunlar komandalar arasında güç fərqi ilə izah olunur. Amma tarixdə elə qarşılaşmalar var ki, nəticələr təkcə səviyyə fərqi ilə deyil, daha qeyri-adi, hətta qalmaqallı səbəblərlə ortaya çıxıb. Bu da futbolun nə qədər gözlənilməz olduğunu göstərir. Bugünkü videomuzda tarixin ən qollu 3 peşəkar qarşılaşmasına baxacağıq. 3-cü yer 2001-ci ildə baş tutan Avstraliya-Amerika Samoası oyunu. Komandalar arasındakı böyük güc fərqi nəticəyə də təsir etdi və qarşılaşmada Avstraliya 31-0 qalib gəldi. Bu nəticə milli komandalar səviyyəsində rekord olaraq tarixə düşüb. 2-ci yer 1885-ci ildə Şotlandiya kubokunda Arbord Bonarkord oyunu. Qarşılaşma 36-0 Arbord'un xeyrinə başa çatdı. Buna səbəb isə Bonarkordun həvəskar oyunculardan ibarət olması idi. 1-ci yer 2002-ci ildə Madagaskar liqasında Adema Emrin oyunu. Hakim qərarlarına etiraz edən Emrin komandası bilərəkdən öz qapısına 149 gol vurdu. Nəticədə oyun 149-0 bitdi və bu futbol tarixinin ən fərqli və ən qeyri-adi anti-rekordu oldu. Videomuzu bəyəndinizsə kanala abunə olub belə maraqlı faktlar üçün kanalımıza göz gəzdirə bilərsiniz.